Yeməyi necə pişirmişəm, paltarları necə yumuşam, necə ütüləmişəm, evimiz necə yığışdırmışam evimizi. Bu cür sualları tez-tez verərək bir müddətdən sonra sən özünü iki böyük təhlükə ilə üzbəüz qoyacaqsan. Birinci təhlükə, artıq sənin duruşun, tərzin, fikrin, düşüncən kənarda qalacaq. Bunlar önəm daşımayacaq və sən yaxşı paltar yuduğun üçün yaxşı olacaqsan. Yaxşı yemək bişirib, yaxşı ev yığışdırdığına görə yaxşı dəyərləndirəcəksən. Sənin şəxsi düşüncələrin heç bir önəm daşımayacaq. İkinci ən böyük təhlükə isə sən özünü natamam hiss edəcəksən. Çünki sən artıq yanındakı insanın dodaqları arasından çıxan xoş sözlərdən asılı qalacaqsan. O istəsə sən yaxşı olacaqsan, o istəməsə sən yaxşı deyilsən. O səni bəyənsə, bişirdiyin yeməyi bəyənsə sən yaxşı olacaqsan. Bəyənməsə sən demək ki, yaxşı deyilsən. Bunların yerinə sən nə etməlisən? Daha iddialı cümlələrdən istifadə etməlisən. Sualdan deyil. Bəh, nə gözəl yemək bişirmişəm mən. Vay, bugün evimizi nə gözəl yığışdırmışam. Sən paltarlarını necə gözəl yuyub ütüləmişəm mən. Daha iddialı, daha əmin. Bəli, hər birimizin xoş sözlərə ehtiyacımız var. Bunu yaxşı olar ki, yanımızdakı gözəl və möhtəşəm insan özü dəyərləndirsin. Əzizim, sən nə gözəl yemək bişirmişsən bugün yenə. Əzizim, evimizi nə gözəl tərtəmiz saxlamısan. Əzizim, nə gözəl paltarlar yumusan. Gəl sən əllərindən öpüm. Bunu o etsə daha yaxşı olmazmı? Bunu o desə daha yaxşı olmazmı? O dediyi qədər biz varıq. O zaman biz motivasiya alıb daha çox həyata sarılırıq. Və beləliklə öz iddiamızla davranmağımız bizi daha da yüksəklərə aparacaq. İddialı olmanız diləyi ilə, yanınızdakı insandan daim xoş sözlər eşitməniz diləyi ilə xoş qalın, xoşluqla qalın.